Hər kəsə salam. Necəsən? Yaxşısan? Şükür, yaxşıyam. Necə gedir günlər? Gedir də yavaş-yavaş özü üçün. Gözləyirik yay gəlsin. Gözləyirik. Hava isinməyə dair. Daha isinmək produktiv istəyirəm də, olur. Bizə də deyirlər ki, daha tez-tez video verin. İnşallah verərik. Biraz orada mənim tənbəlliyim daha çox olur. Sözün düzü. Tənbəlliyim deməyək, vaxtımın çatmamağı məsələsi. Sən istəyirəm. Mən bekar adamım. Nə vaxt istəsən hazıram pioner kimi. Hə. Bir də bizim köhnə videolarda, köhnə son 2 videoda texniki xəta var idi. Mən blurdaydım. Ümid edirəm bu səfər olmaz. Amma əsas siz söhbətə qulaq asın. Bir də nənəm görülürsə bəsdir. Mən çox yerdə görmək olur yenə də. Bu dəfə istəyirəm qocalmaq barədə danışaq. Sarı simə toxunursan ha. Ümumiyyətlə qocalmaq nə deməkdir? Yəni necə bir hissdir qocalmaq? Qocalığın bir hissi yoxdur ki. Nə qocalmağın hissi var? Ömrün də gəlir keçir. Bu təbii prosesdir. Məsələn, güzgüdə yaşayırsansa qocalığı da görməlisən. Birinci gəl bunun fizikisinə baxaq da. İnsan güzgüdə özünü çox tez-tez görür. Birinci qırış, biraz sonra ikinci qırış. Görmürsən birinci, ikincini. Necə olur? Yavaş-yavaş hiss eləmirsən. Çox təbii prosesdir deyənə hiss eləmirsən o qədərinə. Biraz gəlib yaşın üstünə yaş gələndə, onda yavaş-yavaş hiss eləyirsən. İlk dəfə bəs yadıma gəlir, nə vaxt özünə dedin ki, ayda deyəsən biraz qocalmışam. Demədim. Yox. Mütləq ki, ilk dəfəsi olub. Dedim, zarafatdır hamısı. Artıq 40 yaşından yavaş-yavaş başlayır. 40 yaşından. Mən o mama yanında desəm. Mamon başqadan indi. Mamon istəmir. Mamon həmişə 26 yaşı var. Yoxdur ondan başqa yaşı. 40 yaşına qədər adam heç nə hiss eləmir. Əvvəl bir 20 yaşından sonra başlayırsan, hiss eləyirsən ki, gəncləşdirsən. 20 yaşına qədər uşaqlıqdır. Hər kəs də sənə deyir, mən evin böyük qızı olmuşam deyənə. Həmişə sən böyüksən. Bunu eləmə. Sən böyüksən, bunu eləmə. Böyüklüyümü mən həmişə hiss elədim. Gəlir yavaş-yavaş hiss gəlir. Artıq gəlirsən, gənclik dövrün keçir, ailə qurursan, orada gənclik deyir. Gəlib uşaqlarınla məşğul olursan, evinlə, ailə ilə, qaynana ilə, qaynatı ilə, kimin nəyi varsa da, onlarla o yaşları hiss eləmirsən, nətər gəlib sürətlə keçir. Gəlib 40 yaşına çatırsan, baxırsan ki, balaların da yanəyində özün boydadır, yanındakılar özünü qoca hiss eləyir. Bir də qocalmağın, mən sənə deyim, insan ürəklə qocalmır, fiziki qocalır. Ruhu qocalmır. Baxır insanlara, onlar fərdidir. Hər bir insanın ruhu tez qocala bilər. 20 yaşında, 25 yaşında bir adam da özünü qoca kimi hiss eləyər. Sən qoca kimi hiss elədikcə qocalıq səni basacaq. O deyir ki, nədir? Hacbaba deyir ki, qocalıq deyir, sən eləmirsən, özü gəlir minir boynuna. Deyir, qocalığı boynuna alma, deyir, özü gəlir minir adam boynuna. Artıq 40, 50, yavaş-yavaş elə bir ki, gəncliyi qoydun qıraqda. Nə vaxt oldu o səndə? Ki, ayda deyəsən belə, ya da babaya çön, siz eyni yaşdasınız. Sən anadan olanda. Doğrudan 48 yaş. Sən anadan olanda, deməli, status nənə çağıranda artıq dedim, mən nəniyəm. Bu vaxta qədər mama idim, indi nəniyəm. Deməli, statuslar bizi qocaldır. Bəli. Fiziki qocalırsan. O, bir də insan gərək mənəvi cəhətdən qocalmasın. Yəni, gənc analar olur da, məsələn, 20 yaşlarında ana olanlar. Bu, məsələn, onlar daha tez qocalacaq deməyə gətirirsən. Yox, onlar özlərini qoca hesab eləməsələr qocalmayacaqlar. Niyə qocalsınlar ki? Nədən qocalsınlar? Evlə, ailə ilə başları qarışır onlar qocalıqda. Niyə hiss eləsinlər ki? Ruhu o qoca olanlar, amma elə laf elə 15 yaşında da qocadır. Yəni, məsələn, 48 yaşında hələ də körpə uşağı olan insanlar da var. Var, niyə yoxdur? Yəni, bu onların ruhunu daha cavan saxlayır səncə? Başı qarışır. Başı qarışır, yeni elə bir ki, özünü gənc kimi hesab edir, yeni uşağı varsa, onunla başı qarışır onun. Qocalığını o qədər hiss eləmir. Qocalıq deyil, axı, o yaşda qoca ola bilmərsən. Sən deyirsən ki, mən 48 yaşımda ilk dəfə dedim ki, deyəsən biraz qocalıram. Nənə oldum da, sən nənə çağıranda məni, nənə, artıq mən nənəliyimi bildim. Çox gözəl hissdir. Allah hər kəsə qismət eləsin, çox gözəl hissdir nənə olmaq. Ümumiyyətlə, Dünya Sağlamlıq Təşkilatı indi deyir ki, artıq əvvəl yaşlar var idi da, erkən gənclik, orta yaşlar və s. İndi yaşlılığa bir yaş vermir ki, bu 50 yaşdır, bu 70-dir, bu 80-dir. Bunu daha çox biliklərlə bölür. Məsələn, texnologiya istifadə edə bilməyən insanlar ya da tutaq ki də onlayn nələrsə sifariş eləyə bilmək, onların özünün bir punktları var ki, bunları eləyə bilməyən insanlara, yəni necəsə deyə dövrlə ayaqlaşa bilməyən insanlara deyirik artıq qoca. Yəni sənin 80 yaşın, yəni 70 yaşın var, amma bütün bunları eləyə bilirsənsə, sən sadəcə məsələn orta yaşın
necə deyə biraz keçmiş dövrü və s. də artıq orta yaşdan da. Yəni qoca artıq deyir bunları adlandırırıq. Necə baxır səncə məsələn elə olsa da hələ özünü qoca adlandırmarsan sən? Mən bu gün də özümü qoca adlandırdım. Taksi sifariş eləyə bilirsən onlayn? Bəli. Nələr eləyə bilirsən digər yaşlıların nisbətən çətinlik çəkdiyi? Yox, o qədər Onlaynla, Instagramdan nəsə sifariş eləmisən? Yox, Instagramdan eləməmişəm. Instagram deyəndə ki, mən anladım da nəsə bir şey. Onu sən mən üçün sən eləyirsən də onları özün bilirsən ki, onun üçün mən üçün sən onları sifariş amma sən verirsən. xəstəlik adı eşidən kimi girim bunu axtarım, görüm nədir bu? Yox, bunları eləyənsən. Yox, eləyirdim qabaq, amma indi eləmirəm. Bəs nəyisə araşdırmaq, məsələn, nəyi araşdıra bilirsən internetdə? İnternetdə dərmanları araşdıra bilirəm. İnternetdə xəstəlikləri araşdıra bilirəm. İnternetdə nə bilim nə olursa da nəyi fikirləşirəm. Necə araşdırırsan? Haralarda? YouTube-da, Google-da. Onlarda araşdırıram. Başqa yerə yox. Oradakı bütün məlumat bildiyim proqramda eləyirəm də, bilmədiyim proqramlara heç girişmirəm də. Bəs biz kimə qoca deyə bilərik? Qoca özünü baxırsan da əldən düşmüş, ayaqdan düşmüş, gözü görməyən, özünü belə bükülmüş, özünü düşkün hesab edən bir adamlara qoca deyərsən bugünkü gündə. Bu fizikidir. Bəs mənəvi? Mənəvi özünü qoca hesab edir. Sən onu necə bilərsən ki, o mənlə qocalıb, qocalmayıb? Danışığından sənə yaxın olan bir insanları deyə bilərsən ki, hətta elə onu deyirəm də, izah elə. Mənəm, babam, əmmim, dayım, bunlar deyəsən qocalublara, indi ayaqlaşa bilmirlər. Onları kənar görə bilər, özü ruhən görə bilmir ki. Ya özünü o cür hesab edən adamlar bəzən görürsən ki, heç qoca deyil, özünü elə aparır ki, qocalar kimi. O adamı yorur. Statuslar bizi qocaldır. Məsələn, deyirik ki, övlad birinci uşaq, 3 uşaq, 5 uşaq, ya da sonra nəvə, ya da uşaqları böyütmək, onu əskərə yola sal, məktəb. Məni status qocaltmadı. Çünki mən elə bil ki, nə arzulayırdım onlara, Allah mənə arzularımı yerinə yetirib deyənə. Mən niyə özümü qoca kimi aparmalıyam ki? Heç vaxtıdır mən özümü, bugün də mənim ürəyim qocalmayıb. Əgər fiziki cəhətdən qoca görünürəmsə, onu qıraqdakı bilə bilər. Mən gənclərlə gənc oluram, qocalarla da qoca olmuram, orta yaşlı oluram. Amma insan özünü məsələn də 30-u ilə indi 60-ı biraz fərqlənə bilirsə. 30 yaşındakı şəkillərə baxma. Keçində 60 yaşındakı şəkillərə bax. 30 yaşına baxanda yox. Güzgüyə baxanda necə hiss eləyirsən, nə görürsən? Fərqli hiss eləyirsən? Hiss eləyirəm. Nəydə? Üzü quruluşunda biraz elə bir kilo götürürsən, nə qədər özü sıxson da, neynəsən də yaş üstünə yaş gəldikcə kilo da götürürsən. Üz quruluşu da dəyişilir. Məncə baxışla gülüş dəyişilmir amma. Baxış dəyişilir. Dəyişilir, necə? Gözün quruluşu dəyişilir axı. Daha yorğunluq çökür baxışlara. Yorğunluğu da var. Göz altı, göz üstü artıq ətlər də biraz sallanan kimi olur. Hər şeyin həlli var deyil mi? Ağız qırağında qırışlar əmələ gəlir. Göz qırağında o qaz ayağı deyirlər, onlar əmələ gəlir. Bu təbii prosesdir də, Nigar. Onu adam ürəyinə salmasın. Saldınsa gün-gündən artacaq. Gün-gündən artacaq olar. Amma ürəyinə salmamaq lazımdır onları. Onda ruhun cavan qalsa, sənin qocalığın da gecikəcək. Ruhun cavan nə deməkdir? Ruhu cavan necəsə, o insanın özünün vərdişidir, necə deyim sənə, onu individual bir şeydir. O gəlib başqasına demək sən ruhu cavan saxla, elə deyil. Axı mən məsələn həmişə gözəl geyinmək istəyirəm, gözəl yerləri gəzmək istəyirəm, gözəl şeylər görmək istəyirəm, yeməklərin ən gözəlini sevirəm. Hər şeydə uşaqlarıma baxıb fəxr eləyirəm, nəvələrimə baxıb fəxr eləyirəm. Bu ruhumun cavanlığıdır da. Mən fikirləşmirəm dərdi səri, bundan sonra mən qocalacam, öləcəm, filan xəstəliklər olacaq. Heç vaxt onları fikirləşmirəm. Ruhun cavanlığı budur. Gəncləşirsən gün-gündən. Nətər gəncləşirsən, ruhən gəncləşirsən. Cavanları görəndə özü cavan kimi apar, qocaları görəndə də sakit dur. Yoxsa onların yanında sən də əzil-büzül, ay filan yerim ağrıdı, ay belə oldum, ay başım ağrıyır, ay saçım ağrardı. Bunları fikirləşə-fikirləşə elə də gün-gündən artacaq. O gün mənə bir dənə qız yazıb Instagramdan, heç ağlımda yox idi bunu danışmaq, birdən yadıma düşdü. Deyir, mənim belə bir biznes ideyam var. Mən istəyərəm ki, məsələn necə ki, uşaqların vaxt keçirməsi üçün bir yer var. Bağçalardan əlavə gedirsən, uşağı qoyursan, bir neçə saatlıq və s. Dünyada da bunlar çoxdur. Deyir, elə bir şey qocalar üçün istəyərdim olsun. Gəlib orada vaxt keçirsinlər. Həm də kimsə öz anasından, atasından narahat qalmasın ya da babasından ki, mən bütün gün işdə oluram, o tək olur, qoy o da orada vaxt keçirsin. Mən fikirləşdim ki, mən yaşlı biri olsam mənim xoşuma gəlməzdi bu ideya. Ora qocalar evinə oxşayar. Belə mən heç gedərsən elə bir yerə. Heç vaxtı getmərəm. Heç vaxtı. Mən qocalar evinə niyə gedirəm? Mənim evim var, eşiyim var. Qocalar evi, amma gedib öz yaşlılarına. O da qocalar evidir də, fərqini istəmirəm. Gedib onların vəziyyətinə niyə düşərəm ki? Heç vaxtı.
Yəni o biznesi deyə Evimdə tutmaq. heç yox. Mən o biznes özləri bilərlər. Bəlkə də elə insanlar var da gəlib sosial verilişlər olur. Bax gör nə cür insanlar gəlir Yox, bu ailəsinə. daha qlamurludur, ödənişli, qiyməti də olduqca daha baha olacaq. Olsun, evladları, uşaqlarını evlərdə, qocaları bezdirirlər. Evdə tək yaşamırlar, ailə ilə bir yerdə yaşayırlarsa, bezəndə aparıb qoyurlar orada. Getsin mənim valideynimi çox istəyirəm, aparsın, qoysun ora, ödəsin. Əslində qocalar evi bizdə adı pis səslənir də. Xaricdə bu çox normaldır. Hətta bir çox insanlar öz yaşlılığını planlayırlar da ki, mən bu qocalar evini özəl və s. kimi yerlər. Mən burada istəyirəm yaşlanım, burada yaxşı vaxt keçirim. Bizim keçirim. mentalitet tamamilə başqa bir seçilir hər kəsdən. Müsəlman ölkələri ilə də bir deyil. Deyim ki, yəni ki, müsəlman. Bizimki tamam başqadır. Biz özümüzü sınmış hesab eləyərik ki, biz qocalar evinə getmişik və yaxud da elə bir dərnəyə gedib oturmuşuqsa, biz özümüzü ruhən sınmış hesab eləyərik. Niyə? Yəni mən artıq bir yükəm evdə evladlarıma, uşaqlarıma, nəvələrimə artıq yükəm məni başdan eləyib aparıb orada qoyurlar. Yəni biz belə fikirləşərik. Çox gözəl bir şey. Məsələn, indi Azərbaycanda kurortlu yerlər tutaq ki də Naftalan və s. kimi ya da xaricdəki bu Truskavetslər və ya Karlovarlər eyni elə bir yer kimi təsəvvür elə. Elə bir yerdir şərait olaraq. Təsəvvürümə gətirmirəm. İndi gətir. Yenə də yox. Mən gedirəm, məsəl üçün özün bilirsən ki, hər il biz gedirik. Müalicə. Bir var müalicə üçün, bir var istirahətə gəzirik, gəzməklərimizi. Bir də var ki, xüsusi olaraq müalicə üçün. Gedib zaryatka yığırsınız. Hə, gedib zaryatka yığırıq. Hə, zaryatkadan başqa, zaryatkadan tamamilə hər şeydən təcrid olursan orada. Nə evin dərdini çəkirsən, mən qadınam, qadın kimi deyim, nə yeməyini, nə yumağını, heç nəyin dərdini çəkmirəm, gedirəm 10 gün, 15 gün həm istirahətimi eləyirəm, həm fiziki müalicələrimi götürürəm. Hə də elə bir ki, elə bir yerdə bir il qalırsan. Qalmaram. Niyə? Biz səni indi qocalar evinə qoymuruq. Yox, qoymasın da mən heç kimdən asılı deyiləm, ona görə də mən qalmaram. Yox, istəmərəm, heç vaxt istəmərəm. Yenə də orada nə cür şərait olur olsun, sən özünü tənha hiss eləyirsən orada. Sən əzizlərindən kənardasan. Ətrafda yaşıdlar, padruqalar, o yaşlar, olsun, onlar səni bezdirir. Kişilər bəyənər amma, hə? Bütün günlərdə oynasınlar. Məsələn, sənin babam bəyənməz. Bəyənməz niyə? Bəyənməz, heç bəyənməz. O hara getsə, çünki ev adamıdır, o ailə adamıdır. O bəyənməz. O bir yerə gedəndə də yarım saatdan sonra qayıdır gəlir evinə. Get soruş. Mən sənə söz deyirəm. Yaxşı, gəl indi müqayisə eləsə, indi bayaq dedim ki, xaricdəki insanlar əksinə bunu daha çox istəyər. Orada indi məsuliyyətlər fərqi də var da. Orada necə ki, valideyn deyir ki, 18 yaşdan sonra mənim sənin heç bir borcum yoxdur və s. Bizdə halbuki onun toyunu necə eləyəcəm, universitetini. Nəvələrimizi də dərdini çəkirik biz. Bəli. Bəs yaxşı, çöldə gəzəndə, avtobus, metro, kafelərdə ümumiyyətlə demək olar ki, biz yaşlı insan çox az görürük də, xüsusilə də bizim getdiyimiz kafelərdə, kofe shoplarda və s. Amma mağaza, sıralarda, xəstəxanalarda və s. başqa sual ağlıma gəldi, onu da soruşacağam. Bizim yaşlılar daha kefsizdilər. Amma xaricdə bu adam daha gülər üzdür. Sənə salam verər, tanıdı, tanımadı. Məsələn, mən şəkil çəkdiyimi görər, o da bir gülər. Ya mənlə bir gözləyər ki, çəkim. Amma bizdə daha əsəbidirlər, daha kefsizdir. Deyirlər, elə bir bizdə bir dəb halını almayıb belə bir şey. Xaric başqa şeydir, bura başqa şeydir. Bizə gülməyi də yaraşdırmırlar. Ölkəsində olub. Onların tamamilə fərqlidir, bizimkilərin fərqlidir. Dünya görüşlərimiz fərqlidir. Bizim qocalar gəlib heç vaxt sənə böyürdən bir üzvə gülüb, bir salam verməz. Düz keçər. Sən ona salam versən, salam o eşidirsə alar. Olmasa özü maraqlanmır. Tək bir maraqlanan bir qoca adam olsa, görsün səndən çox artıq maraqlanır, sən özün də ondan bezərsən. Mən elə gəlir. Yox, mən istəmirəm ki, mənim dərdimi sərin maraqlansın. Dərd səri yox, adi bir şeylə ki. Bax, küçədə gəzirsən, sənə də bir enerji verir də, gülərək nəsə. Bizdəki yaşlılar narazıdır. Həmişə nədənsə narazıdır. Həmişə nəyəsə əsəbidirlər. Amma xaricdə bu qaçır, gəzir. Lap qaçanmasın, indi fiziki şeylər var. Örgənirik də bizim nə yaşımız var ki, biz də örgənirik. Yavaş-yavaş xarici zadı görəndən sonra kinolara, nə bilim, verilişlərə baxa-baxa biz də örgənirik. Gəzir bu adam. Sizin qocalığınız elə olacaq. Nəvələrini gəzdirir, gülür, xoşbəxtdir. Burada da gəzdirir. Bizdə yaşlılar birincisi səndən sıra istəyir. İndi o ayrı, hörmət eləməliyik var da danışdıq. Bu başlıq. İkinci mənə sıramı pozur hər yerdə. Qoy mən sənə yol verim də, sən mənə yox. Bu barədə ayrıca danışmışıq ilk videolarda, orada var. Yəni buna təzədən girməyək də o mövzuya. Bizdə yaşlı insanlar mənə bir xeyir-dua kimi də küçədə gəzəndə ya, nə bilim, ya əl-ələ tutuşan sevgili görəndə ona bir pis baxacaq ki,
bizim vaxtımızda belə deyildi deyib elə bir başında Ay, belə. Nigar, hamı elə deyil axı. Çoxdur. Sən çox Mən çöldə indi çıxmıram, bəli, gəzmirsən. ola bilsin. Amma Çoxdur. məsələn, Mənə yaxşı enerji, mən çöldə belə gülən adam bir-birinə yaraşan görmürəm. cütlüklərə mən çox həsrətlə baxıram. Deyirəm nə gözəldir. Bir zamanlar biz də elə idik. Sizin də eləsiz. Biz cavan idik, Yaltaya getmişdik, sanatoriyadaydık. O vaxt indi belə şəhərləri gəzmək yox, balaca uşaqlarımız var idi, özün bilirsən, mamam daim balaca idilər. İldə bir dəfə gedirdik də. Yaltada sanatoriyada rus qadınlar oturublar. Elə bilirlər mən rus dilini bilmirəm. Biz baba ilə keçirik. Baba ilə keçəndə onlar dedi: "Kakaya podходящая para." Çox bəyəndilər. Adam onda biraz özünü daha rahat hiss edir. Daha istəyirsən daha çox gəzəsən, daha çox görsünlər, daha çox belə kompliment desinlər. Bizdə heç bir mən yaşlıdan təsəvvür belə eləmirəm ki, desin ki, "Ay nə gözəl yaraşırsınız." Məsələn, ya da söhbət heç Yox, Nigar var, Nigar olmayıb görməmisən, rastlığa çıxmayıb. Var eləsi, var qızım, niyə yoxdur Biz ki? yaraşmırıq. Yox, çox şey yaraşdırırlar, çox şey eləyirlər. Heç mən yaxşı- Xoşbəxt görəndə bir gülürlər ki, necə xoşbəxt gəzirlər. Yox, var ay Nigar, elə niyə Nə bilim, yoxdur nə ki? parklarında. Təsadüfən sən parkları gəzmirsən. axı. Gəzirəm, o qədər gəzirəm. Çox gəzənəm. Sən yürüyüş yapırsan. Yox, yenə Elə də otur- insan mən çox müşahidə eləyirəm. Hər Nə yerdə bilim, oturanda insanlara yəqin diqqətlə rastınıza baxıram. çıxmayıb. Var o qədər elə insanlar var ki, yox, pozitiv insanlar çoxdur. Daha sonra onlar bizdəki yaşlı insanlar gəlib biz ancaq belə tək şəhərdə 1-2 adamı deməyək də, ümumi Azərbaycanla Ümumi baxsaq, dediyim kimi üzlərində bir qəmgin görüntü var. Böyük şəhərlərdə, rayonlarda o qədər görmürsən. Böyük şəhərlərdə. Rayonlardakı əş məndən qocalıb, məndən keçib. Nə bilim nə, bu cür Hədə yanaşırlar. heç nə. Heç nə özünü dayvırıb öldürdün də. Niyə elə yaşayır ki o qədər? Hədə elə İndidən bu çoxdur. dünyanın ləzzətini görmürsə, bu dünyadan həzz almırsa, nə var ki, onsuz o dünyada gedəcəksən də, sənin əbədi yerin var orada. Özünü Amma biraz yaxşı apar. xaricdəki plan quru özünə hobbi eləyir. Deyir ki, mən bu qədər il Nigar, işləmişəm. oxuduğun yerlərdə də odur. Sən onların içində yaşamamısan ki, nə bilirsən ki, onlar hamısı. Gördüyümüzü Sən görürük. oxuduqlarından deyirsən, gördükləri deyirsən. Hədə. Onların da o şeyləri var, pozitiv insanları var orada. O qədər ki, işlərini bəyənməyənlər, özlərinə Onun o cümləvi bir də denən neqativdir. Hə, onların da neqativləri var, pozitivləri də var. Onların yoxdurmu? Biz görürsən ki, necə razı hissənirlər. deyilsən, yəni onda mən o müşahidə dediyim Yox, müəyyən qədər razıyam, müəyyən qədər razıyam, tam deyil, müəyyən yerdə narazıyam, bəli. Çünki insan özü necədirsə, başqasını o cür görür. Tək bir insanları görürsən ki, içində onun qəlbinə oxuya bilir ki, mən bunun qəlbən belə yaxşı aparmır özünü, qəlbən belə deyək də, yaxşı baxmır heç nəyə. Özü haqqında çox fikirləri. İşin içinə biraz sosial məsələlər də girir də. Məsələn, bəli. xaricdəki yaşlı biri birincisi qayğısını çəkmir ki, mənim həkimim kim olacaq, necə ödəyəcəm, çünki onun bir sığortası var. Bəli, bizdə də yavaş-yavaş alınır, dedim indi biraz. Yavaş-yavaş hamısı gəlib yerinə alacaq. Qabaqlarda gedirdin, baxırdın, həkimi mütləqdə özəl klinikalar gələndən sonra insanların vəziyyəti daha biraz da bərbad hala düşdü. Niyə düşdü? Onun pulu yoxdur özəl klinikaya ödəməyə və özəl klinikalarda reklamlar gedir. Bu həkim belədir, bu həkim belədir, xaricdən həkim gəldi. O təkcə nətər deyirlər, o pensiya ilə deyəndə təqaüdlə dolanan insanlar onu yaxınlaşa da bilmir ora. İndi amma sığorta yavaş-yavaş bizdə də alınır. Çünki mən özüm gördüm. Özüm aldım. Özüm yəni sığortadan istifadə elədim. Yavaş-yavaş düzələcək Burada hamısı. Burada sığorta reklamı ola bilərdi. Yox, olanı deyirəm. Mən reklama yox. Daha sonra ev məsələn bizdə niyə bu qədər ev almalıyam, cavanlıqda ev almalıyam dərdi var? Çünki yaşlılığının qarantiyası yoxdur. Deyir ki, mən yaşlananda mənim təqaüdümlə mən heç bir ev dolandıra bilməyəcəm, heç bir evdə yaşaya bilməyəcəm. Ona görə indidən alım, saxlayım. Amma xaricdəki insan belə bir dərdi də yoxdur. Alırsa alır, almırsa yenə də davam eləyir. Çünki işlədiyi müddətdə verdiyi vergilər ona da yenidən geri qayıdır. Yəni mən o qocalardan deyiləm axı Nigar. Mən bugünkü qocaları mən özümü qoysam ortalığa, sənlə məndə bir fərq yoxdur. Düzünü deyirəm də, yəni mən çox pozitiv insanam. Mən yəni hər şey imkanım da normaldır. Hər şey mən indi o qocaların, o bərbad qocaların nəyindən danışa bilərəm sənin üçün? Mən onları görmürəm. Ətrafımda da yoxdur mənim. Ətrafımda o qoca yoxdur axı mənim. Hə, mən müəyyən qədər indi xəstəlikdən zaddan daha çox dərmanlar alıram, daha çox şey edirəm. Ona görə vaxtında cavanlığımızdan biz özümüz üçün, qocalığımız üçün nətər deyərlər, bir şərait qurmuşuq. Kimsədən asılı olmadan nə ev dərdi çəkirik, nə maşın dərdi çəkirik, nə pul dərdi çəkirik. Heç nəyə çəkmirik. Bu günlərim ancaq sağlamlığımızı axtarırıq. Cavanlığınla yaşlılığın fərqini necə görsən? İndi rahatam. Cavanlığımdan mən indi rahatam.
Çünki heç nəyin dərdini çəkmirəm. O cavanlığımda mən uşaqlarımın dərdini çəkirdim, qızımın dərdini çəkirdim, oğlumun dərdi. Valla sənə dərd çəkməyə bəhanə lazımdır. Sən hər şeyin dərdini yenə də çəkirəm, yenə də çəkirəm. Bu yaşımda məsəl üçün hər kəs mənə deyir ki, sən plastik əməliyyat elətdirmisən, boks elətdirmisən. Nəylə botoksdu, boksdu. Eləmirəm axı onların heç birini mən bilmirəm də adlarını. Bu gün mənim ürəyim, mənə gəlir ki, ürəyi saf adamların elə üzünə yansıyır hər şey. Mənə belə gəlir. Saf, səncə sən safsan? Mən safam, bəli. Bilsən. Bəli. Vallahi bilmirəm sən safsan. Vallahi mən safam. Mənim əyri yerimi də görüm nəyi bilir. Saflığın əksi əyri demək deyil ki, bir çoxluqdur da. Yox, safam da. Kiməsə bir fırıldaq gəlmirəm, kiməsə bir artıq söz demirəm, təhqir eləmirəm, tənqid eləyərəm. O tənqid mənim dilimin ucundadır. Hər zaman eləyə bilərəm. Bəs yaxşı, bugün 77 yaşlı intizarla 27 yaşlı intizar arasında nə fərq var? Onu bu dəqiqə qabağında görsən nə deyərsən? 27 yaşlı intizarı var bu dəqiqə. Deyirəm, nə qəşəng qızdır bu. Yox. Nə məsləhət verərsən ona? Bir dənə şey deməlisən. Ona deyərdim ki, çox əsəbləşmə, əsəbləri qoru. Hər şeyin dərdini çəkmə. Oğul da, qız da hamısı böyüyəcəklər, hamısı ev eşiyi olacaqlar. Sən bunların da dərdini çəkmə. Bəs neynə? Gəz dolan özün üçün, kef elə. Gəz, bir dənə də yoldaşı da vur qoltuğa, özü fikirləş. Allah başımızdan əski eləməsin. 37 yaşdadır, 57 yaşa qədər həmin şey. Eyni şeydir. Eyni şeydir, 57 yaşa qədər. Çünki hələ orada qocalmırsan, sən o 50 yaşından sonra nigar, o gəncliyin qocalığıdır. Qocalığın gəncliyidir. Hə, oradan sonra yavaş-yavaş başlamır. Elə hesab elə ayla yox, illə başlayır qocalıqlar. İllə. 50 yaşından sonra illə başlayır qocalıqlar. Hə, yavaş 60 yaşından sonra ayla başlayır qocalıqlar. 70-dən sonra həftə ilə başlayır. Görə indi günlə nə vaxt gedəcək. Allah ömür verərsə görərik onu da. 80-90-dan sonra da. Allah qismət verərsə. Sağlam versin. Nə verəcəksə sağlam ömür versin. Hər kəsə. Neynəməliyik ki, bugün neynəməliyəm ki, çox yaxşı qocalım. Yəni yaxşı, xoşbəxt bir qocalıq keçirim. O dediyimiz, xoşbəxt qocalıq keçirmək üçün əvvəl sən öz təminatının hamısını təmin elə. Ki mən oğula, qıza, kiməsə möhtac olmayım qocalıqda. Bu günlərim əlimə 5 manat düşüb vurum, dağıdım, töküm, sabah olacaq da yenə. Sabah maaşımı da alacağam, nə bilim, qazancım da olacaq, bu da olacaq, o da olacaq. Amma qocalığı üçün sən bir şərait quracaqsansa, sən rahat yaşayacaqsan. Onu birinci odur. İkinci sağlamlığı qorumalısan. Məsələn. Hə, məsələn, özü soyuqdan, istidən, yediyin yeməklərdən, bugünkü yeməklərimizi bilirsən də nədir? Bacardığın qədər təbii yeməklərdən istifadə elə. Bugünkü qocalığın təminatını eləmək üçün gəncliyində nə varsa, arzuların nə varsa hamısını elə. Qoyma qalmağa. Gəzmək istəyirsən, necə? Riskə gedək. Yox, riskə niyə gedirsən ki? O bacardığın qədər. Həm deyirsən gəzməyinə get, həm deyirsən qocalığa pul saxla, necə eləyək? Da indi elə deyil axı. Mən o pulu necə xərcləyəndə demişdim sənə. 5 manat dal atmağı bacar. Bu gün də siz gənclərdə yoxdur. Siz gənclərdə bu gün var, Allah yetirir, sabah da Allah yetirəcək. O var, amma bizdə o vaxtı biz sosializm dövründə yaşamışıq deyənə, biz bilirdik ki, hə, biz bundan nəyisə qırağa qoymalıyıq. İndi kapitalizmdir. O qədər buradan keçən çox şeylər var. Çox şeyləri almaq istəyəcəksən, çox şeyləri görmək istəyəcəksən, yemək istəyəcəksən. Dağıdım, töküm, əşli eynirəm, 5 günlük dünyadır, necə var elə də yaşayaram. Amma elə göründü bu başqadır. Yaxşı işlərin olsa, dövlət də sənə yaxşı təqaüd verəcək. O da sənə bəs. Bu gün məsələn bizə bəs eləyir. Arvad ikimizə də bizim təqaüdümüz normalda çox az xərcləməsək, artıq yəni şeylərdən istifadə eləməsək deyə bizə normal bəs eləyir. Çünki babanın təqaüdü çoxdur. Mənimki də özümə yetdi, bəs eləyir. Bəs gəl indi həm də bizə qadınlar da qulaq asır da. Gözəl yaşlanmaq üçün nə etməliyik? Gözəlsənsə gözəl yaşlanırsan. Yoxsa çirkənsənsə nə yaşlanır, gözəlləşməyəcəksən ki? O heç də, məsələn, qırış, hansısa bir nəyinsə var ki, bunu cavanlıqdan eləyirdin. Nə bilim, indi deyirlər su içki qırışmayasan, SPF. Onu heç kim mənə demədən, mən çay yox, su içirəm həmişə. Birinci səhər yuxudan duran kimi 2 armud stəkan tutan bir çaşqan var. Bunun içinə 1/4 limon da sıxıb. Bu mənim gənclikdən, çünki mən suslayan adamım, su ilə otururam. Durub mən heç çay arzulamıram. Üzünə nə vurmusan bugünə qədər? Bugünə qədər kremdən başqa heç bir şey. Necə seçirdin o kremi? Yox, kremin ən gözəl kremləri ki, baba nənə gəzməyə ki çıxırdıq, gedəndə dütüfürüdən. Onda elə baba nənə deyildi. Yox, baba nənə oldu. Cavanlıqda onlar yox idi, Sovetin dövründə onlar yox idi. Neçə yaşından sonra başladın üz baxımına? Üz baxımım nə olub? Bir dənə kremdən istifadə edirəm, çünki dərim qurudur. Ona görə ən gözəl kremlər o vaxt. Oxşa, bax, dərim quruluqda sənə oxşar. Dərim qurudur deyənə, çünki üzümü yuyan kimi dərim dartınır. Üzümü yuyub krem çəkirəm və salam.
Baxın budur məndə. Hələ bu günə qədər nə bir maska, nə o birisi, bu birisi heç nə mən istifadə eləməmişəm. Gəl indi onda axırıncı Yəni sualda. biraz deyim tənbəl adamım o şeydən. Ona tənbəlliyim var. Axırıncı Yəni sualda. yazıram onu. Biri şeyən buraya qeyd eləyirəm bloknotuma, amma istifadə eləmirəm. Bir də onu deyim Nigar. Əgər ailədə büdcə bir yerdədirsə, qadın qocalmır. Bax, əsas budur. Büdcə bir yerdədir. Qadın qocalmır. Əl atanda əlini götürür. O ki, ələ baxımlı qadınlar var. Kişi deyir, ala 5 manat, ala 10 manata. O qadınlar qocalır. Çünki ürəyini istədiyini eləyə bilmir. Alıb yeyə bilmir, alıb geyinə bilmir, birinə hədiyyə eləyə bilmir. Hə, büdcə məni qocaltmağa qoymayan baba ilə babamın əsas 100% babamdadır. Mən sənə deyim, mənə gözəl günü yaşadıb, gözəl gözməklər özün bilirsən. Arada bir görürsən 2 həftədən 1-3 həftədən balaca nervləşəndə o da lazımdır da. Yüngül. Tuzu biberidir. Hə. Deməli yaxşı partnyor da yaxşı qocaldır. Çox gözəldir. Çox gözəldir. Qadının qocalığı kişidən asılıdır, kişinin qocalığı qadından asılıdır. Qadın deyingəndirsə, o kişiyə Allah günü vermirsə, kişi qocalacaq. Qadın, əgər bir kişi qadının hər şeyinin üstünə, əlinin üstünə əl qoyursa, qadının ixtiyarı çatmırsa, heç bir şey eləmir. O gəncliyindən artıq qocadır o qadın. Xarici niyə köçməmisiniz? Heç arzusunda olmamışam. Heç arzusunda olmadım. Xaricə niyə keçim? Xarici gəzib görürdüm. Yenə deyir, gəzdim elə obanı, cənnət gördüm buranı. Mən elə cənnət öz evimi gördüm hər zaman. Tamam. Hamıya yaxşı qocalıq, sağlam qocalıq arzulayaq. Bir şeir var, orada onu deyim sənə. Deyir, illər ötür, yaşın üstə yaş gəlir, zirvələrə ucalırıq sən demə. Ötən ömrün xatirəsi qocalmır, tək özümüz qocalırıq sən demə. Çox gözəl bir şeir idi, onu yazdım. Qəşəng. Hər kəsə sağlam qocalıq. Mən də hamıya sağlam qocalıq istəyirəm, gözəl ömür arzulayıram. Hər kəs gəlib yaşasın. Biz keçən ömrü də sən arzulayıram.